Əziz izləyicilər, bax bu gün dana bastırması hazırlayıram. Soğanını doğramışam, duzunu vurmuşam, əzmişəm. Yəni suyu çıxıb da təmiz əzilməlidir. Burada üstü odunu, kək otusunu, duzunu vurmuşam, qarışdırmışam. İndi hazırda bunu əlavə edəcəm bura. Bunu qarışdırırsan. Hardasa bir gün saxlayırsan, qarışdırırsan, bir gün saxlayırsan, keyif gəlir. Sonra 1 kiloya 1 smışqa yağ, armudu stəkanda 1 kilo ətə ya qarıqdalı, ya smışqa yağı tökə bilərsiniz. Hazır olandan sonra, təmiz soğan canına çəkəndən sonra yağ töküb qarışdıra bilərsiniz. İstəsəz pişirənə yaxın para limon da sıxa bilərsiniz buna.